üzücü xəbərimiz var. İngiltərə mediasına, sosial futbol sahəsinə, xüsusilə sosial media platformasına çox belə bomba effekti yaratdı bu xəbər. Yeni mövsümdən Osimhen harda olacaq? Harda olacaq? İngiltərədə. İngiltərədə harda? Harda? Manchester United klubuna hə deyib. Elə bu yerdə bizim rejissorumuz dəyərli Nicat bəy o musiqini də səsləndirməsi və Manchesterdə Osimhenin olması xəbərindən sonra çox maraqlıdır. Hansı Manchester klubunda olacaq? Amma əziz tamaşaçılar, siz birazdan, bir neçə saniyədən sonra görəcəyiniz şəxs fonunda TikTokda var, ekran kaydı eləyin, Siz biləcəksiniz hansı Manchesterdir. Hansı Manchesterdə olacaq sualına biz indi dəqiq biləcəksiniz, ekran kaydılarını açın. Mahnının səsini biraz kodunu verək. Kodunu ver, mahnının qadan alın. Aha. Hansı Manchester klubundan söhbət gedir? Aha. Mövzu nədir qardaşlar? Mövzu Manchester United və Tərlan Şahidoğlu bir anda duyğu oldu burada. Deməli, söhbət hansı klubdan gedir? Manchester Uniteddən. Tərlan, son məlumatları sən çatdır. Əvvəla salamlayıram hər kəsi, Sport Info izləyicilərini və Elçin də qeyd etdiyi kimi dəstək olar bu kanala. Bəyənin, yəni rəy yazın, fikirlərinizi bildirin. Bu əlavə bir stimuldur. Tərlan Şahinoğlu'nu da yaxın gələcəkdə burada görmək istəyirsinizsə, bəyənin, paylaşın, abunə olun. Biraz beynəlxalq mövzular olsa, yəni böyük məmnuniyyətlə. Manchester United'ə çox yaxın mənbələr artıq paylaşır ki, sırf Victor Osimhenlə şəxsi razılıq əldə olunub. Qalır Napoli ilə Manchester United arasında anlaşma. Amma futbolçunun özü ilə demək olar ki, yəni razılıq əldə olunub tam olaraq. Və üzərində də daha bir oyuncu da deyəsən alınır. Və Manchesterdən daha bir futbolçu da yaxından maraqlanırdı onsuz da və onunla da artıq razılıq əldə olunmaq üzrədir. Bu Wolverhampton'ın Braziliyalı hücumçusu Mateus Cunha'dır. Yəni ki, Premier Liga izləyənlər bu futbolçunun nəyə qadir olduğunu bilirlər. Hətta bu mövsümü gəlir Manchester, gəlir Manchester United. Amma mərkəz hücumçusu alınsa da, yəni mərkəz hücumçusunu topla təmin edən cinah oyuncuları da mütləqdir. Mən sənə deyim ki, Osimhen bu mövsüm yazıq Qalatasarayda nələr çəkdi, bir Allah bilir. Yəni onun təsəvvür elə, yəni təsəvvür elə Qalatasarayın cinahı işləməyə, sən dedin cinah oyununa daha çox üstünlük verilsələr daha yaxşı olar. Qalatasaray bəlkə də 6-7 oyun qələbə qazanıb, sırf Osimhenin fərdi keyfiyyətləri hesabına. Və maraqlıdır ki, Türkiyəli bizim həmkarlar da paylaşırlar, mən bəzən YouTube'dan izləyirəm. Onlar da bildirirlər ki, yəni Osimhendə nə ortadan bir ötürücü var, nə cinahlardan ötürən var. Deyir, öz-özünə orada qapısı Muslera vurur, mən burada mübarizə aparıram, qaçıram, topu qapıdan keçir. Bizimkilərin bir qəşəng sözü var, deyir, at qaqan həll edir. At qaqan, gör qaqan nağaracaq. Bu sözün əsr mənasında Osimhen onu edir. Eləmək Premier Ligada onu etmək mümkün olacaqmı? Yəni özünüz də bilirsiniz ki, çətindir, elə mi? Çox çətin çempionatdır. Amma məncə Osimhen dünyanın istənilən liqasında, istənilən səviyyədə oynaya biləcək hücumçudur. Və Manchester United müqavilə bağlasa, yəni Hoylund hara, Osimhen hara. Görək Manchester şəhərində də maska taxan azarkeşlər olacaqmı yoxsa? Çünki Napoli'də onu bilmirəm, amma sən bir maskanı hazırlayırsan bilirəm. Yəni sən maskan olacaq. Maskan yoxdur. Mənim maskam yoxdur. Sən də bir-iki kəlmə söz deyib gedirsən evdən. Bir-iki kəlmə söz deyib getməsən olamazdı. Dostlar, bax belə.